Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Kəlbəcər şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. İstərim odur ki, bilmirəm ki, nə fikirləşim. Ona görə ki, sevinirəm, bilmirəm kədərlənim, bilmirəm sevinim. Sevinirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qatillərimizə can sağlığı versin, prezidentimizin köməyi olsun ki, bizi bu yaxşı günlərə çıxardır. Çox şükür, bu günümüzə şükür. 32 yaşında gəlmişəm, 65 yaşında gedirəm. Çıxanda 4 dənə körpə uşaqla çıxmışdım. İndi Allaha şükür 9 nəvəm var, nəvələrimdən geri qayıdıram. Sevinçlə qayıdırıq Kəlbəcərə bugünkü günü. 32 yaşında oradan çıxmışam, cavanlığımın yaxşı vaxtında. İndi də 66 yaşının içindəyəm. Sevincimin həddi yoxdur. Özüm də gedib orada yenə də dülgər işləmişəm, yenə də gedib orada fəaliyyətimi davam elətdirəcəm. Gələndə bir ailə idi, indi 4 ailə ilə qayıdırıq. Nəvəmlərimlə qayıdıram. 9 dənə nəvəm var bugünkü gündə. Bu günlərə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O vaxt 30 yaşında çıxmışdım, indi 63 yaşında gedirəm. Çıxanda 50 yaşımda çıxmışam, indi 82 yaşım var. 30 neçə ildə daha başına çıxmışıq, indi 25-ci ildə gedirik vətənimizə, evimizə gedirik, doğma torpağımıza gedirik. Qeyd edək ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 112 nəfər köçürülüb.